Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Salam Səmira müəllim, axşamınız xeyir olsun. Axşamınız Necə? xeyir müəllim. Axşamınız xeyirli uğurlu olsun, dəyərli müəllimlər. Hər vaxtınız Axşamınız Sizin də xeyir müəllim. axşamınız xeyirli olsun. Belə, başlayaq müəllimlər. Bu gün kurikulumdan ilk ödənişsiz sınaq dərsimdir. Bu qrupa təbii ki, MİQə sertifikasiyaya hazırlaşan müəllimlər daxil ola bilər və həmçinin direktor, müavin və təşkilatçıların işə qəbuluna hazırlaşan müəllimlər də kurikulum qrupundan faydalana bilər. Kurikulum hər yerdə var, bütün imtahanlarda var, eləcə də rəhbərlərin işə qəbulunda kurikulum var. Çox xahiş edirəm müəllimlər, diqqətli olaq. Müəllimlər, diqqətli olaq. Mikrofonlara nəzarət edək. Mən dərsin əvvəlində vurğulayıram ki, hər kəs görüntüyə, mikrofona nəzarət eləsin. Əks təqdirdə dərsdən kənarlaşdıracağam. Oldu müəllimlər? Çox xahiş edirəm, yanında uşağı olan müəllimlər var ki, bunlar mikrofona nəzarət etsinlər. Belə müəllimlər, başlayaq. Bu gün bizim ilk ödənişsiz sınaq dərsimizdir. Mən hələ ki evə heç bir tapşırıq verməmişəm. Bir aktual mövzunu sizlərə bu gün izah edəcəm. Amma yanvar ayının 5-nə qədər qrup yığılır. Yanvarın 5-nə qədər kim qrupa daxil olmaq istəyirsə, 055 179 21 27 nömrəsinə deməli yazsın, qrupa daxil edəcəm. Hamıya münasib qiymətə, yəni siz bu qrupdan faydalana bilərsiniz. Belə başlayaq müəllimlər. Deməli, Salam müəllim, axşamınız xeyir. Olar bir sual verim. olar, buyurun. Mən bir neçə gün qabaq sizlə əlaqə saxlamışdım, mesaj yazmışdım sizə. Dərslərin gedişatı ilə bağlı məlumat əldə Gedişatı necə olacaq müəllimlər? Deməli, həftədə 2 dəfə də canlı izahımız olacaq. Həftədə 2 dəfə canlı izahımız olacaq. Həftənin 3-cü, bir də 5-ci günü. Həftənin 3-cü və 5-ci günü canlı izahımız olacaq. Yox, yəni siz başqa nəsə demişdiniz, ora qoşulanlara bu qrup necə olacaq, necə onunla bağlı izah edirəm. Belə bir saytım var. Deməli, mənim saytımdan da faydalana bilərsiniz. Bu saytda, baxın, bu saytda kurikuluma aid hazır mövzular, izahlar, PDF əsasında testlər var. Bura abunə olaraq, müəllimlər, abunə olaraq siz bu qrupdan da, bu saytdan da faydalana bilərsiniz. Bu saytda hazır testlərdir. Orada saat rejimi quraşdırılıb, o saat rejimin vasitəsilə siz deməli ondan istifadə edərək testlərə sürətli şəkildə cavab verə bilərsiniz və yaxud da saat rejimini özünüz deaktiv edib rahat şəkildə testləri həll edə bilərsiniz. Yəni elektron formada burada saytda testlər də yerləşdirilir. Testlər də situasiya tipli suallarda bütün mövzuları əhatə edir və daima yenilənir. Hər yeni test olanda mən orada deməli yerləşdirirəm. Bu saytıma 1 aylıq, 2 aylıq, 3 aylıq və 6 aylıq abunə paketlərindən istifadə edərək faydalana bilərsiniz. Belə, başlayaq müəllim. Dərsə də olacaq. Dərs İkinci 5-ci günlər 10 yarısı dərsə girirəm. Bunları dərsdən sonra müzakirə edirik müəllimə. Xahiş edirəm, dərsin izahını verirəm. Nə sualınız olarsa, dərsdən sonra şəxsimə yazarsınız. 055 279 21 27 nömrəsinə yazın. Daha ətraflı deməli sizə cavablandıracağam. Bir də ki, sizlər çoxsunuz, mən təkəm. Ona görə hər biriniz mənə uyğun vaxtınızı özünüz tənzimləyəcəksiniz. Yox, əgər canlı dərsdə iştirak edə bilmirsinizsə, mən hər dərsin video yazısını götürürəm. O video yazısını qayda qrupumuza göndərəcəm. Oradan izləyə biləcəksiniz. Yəni hər birinizin müəyyən vaxtlarınız var. Mən dərsi sizin vaxtlarınıza uyğun onu təyin etməyə mümkün deyil də müəllimlər. Yəqin ki, məni anlayarsınız. Canlı dərsdə iştirak edə bilməyən müəllim sonradan dərsin video yazısına da baxa bilər. Belə, indi hamı bağlasın mikrofonu, mən dərsi izah edim. Həftənin 3-cü və 5-ci gün saat 20:30-dan 21:30-a qədər 1 saat dərsimiz olacaq. Belə, bağlayaq. Müəllimə, bəs testlər necə işləyəcək bu dərsdə? Onu da bir zəhmət olmasa deyərdiniz. Saytında yerləşib. Testlər hamısı saytda yerləşib, elektron formatda yerləşib. Sonra ən yeni testləri yenə qrupa da göndərəcəm, saytda da yerləşdirəm. Saytın video yazısını göndərəcəm müəllimə. Daha sizə daha aydın olar ki, orada siz testlərdən necə istifadə edəcəksiniz.
İmtahan tiplidir də. Yəni imtahanda necə istifadə edirsiniz? A, B, C, D variantları çıxır, bir variant seçirsiniz. Testin sonunda sizə deməli son cavab çıxır ekrana, balınız, cavabınız çıxır. Bax elə formada saytlar testlər yerləşib. Mən indi onunla bir də video çəkib göndərəcəm qrupa. Sizə aydın olacaq ki, testlərdən necə istifadə edəsiniz. Belə müəllimlər, başlayaq dərsimizə. Bağlayaq mikrofonları. Kimin nə sualı olarsa, dərsin izahından sonra zəhmət olmasa sualını verər. Çox xahiş edirəm, mikrofon görüntü açmayın. Aha. Dərsə maraqlı müəllimləri qrupdan kənarlaşdırıram, çünki xəbərdarlıq elədim. Üzrlü sayın, sonra dərsin videoyasına baxarsınız. Belə, başlayaq müəllimlər. Bizim bugünkü mövzumuz deməli sinifdə sağlam psixoloji mühitin yaradılmasıdır. Sinifdə sağlam psixososial mühitin yaradılması. Çox aktual bir mövzu götürmüşəm. Olar ki, imtahanda situasiya tipli sualların əksəriyyəti deməli bu istiqamətdə düşür. Hər birimiz bu sağlam psixoloji mühiti necə yaratmalıyıq, necə qurmalıyıq, müəllim necə olmalıdır ki, sinifdə şagirdlər onu sevsin, fənnini sevsin. Bu haqqda sizinlə deməli ətraflı danışacağıq. Dəqiqə. İndi bugün dərsə qəbul edirəm müəllimlər. Növbəti dərsə gecikməyin. Başladıq. Deməli müəllimlər, effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri mövzumuz 3.2.5-dir, amma biz əsasən bugün effektiv müəllim-şagird münasibətindən danışacağıq. Növbəti dərslərdə müəllim-valideyn münasibətindən danışacağıq. Mən bu bizim ilk dərsimiz olduğuna görə aktual mövzu götürmüşəm, amma yanvarın 5-dən isə biz sistemli olaraq, ardıcıl olaraq birinci mövzudan başlayacağıq. Yəni yanvarın 5-dən inşallah birinci mövzudan deməli başlayacağıq. Deməli müəllimlər, düzgün münasibət ümumiyyətlə qurulmadan əhəmiyyətli öyrənmə baş verə bilməz. Təbii ki, bunu James Comer vurğulamışdı. Təhsil ümumilikdə insan münasibətlərindən ibarət bir prosesdir. Yüksək keyfiyyətli məzmun, aydın ifadə olunmuş təlim nəticələri olan bir dərs planımız varsa, onda biz deyə bilərik ki, dərsimiz keyfiyyətlidir. Lakin bütün bunlar şagirdlər üçün yüksək nəticələr əldə etməyə kifayət etmir. Yəni müəllimin hər bir şeyi var, planı var, amma müəllim münasibət qura bilmir. Əgər müəllim münasibət qura bilmirsə, təbii ki, şagirdlər onun dərsini yüksək səviyyədə mənimsəyə bilməyəcəklər. Əgər şagirdlərdə onların ehtiyacını qarşılayan pozitiv münasibət qurulsa, onların akademik fəaliyyətə cəlb etmək və nəticə göstərmələrini təmin etmək bizim üçün daha rahat olar. Şagirdlərlə pozitiv münasibət qurulduqda, onlar özlərini məktəbdə daha rahat, daha bağlı hiss edir, səriştə nümayiş etdirir, seçim imkanları olur və orada, yəni sinif otağında təhlükəsiz öyrənmə mühiti olur və şagirdlər də bu mühitdən deməli zövq alırlar. Müəllimə, kiminsə mikrofonu açıq qalıb. Axı belə olmaz. Biz şagird deyilik, biz müəllimik. Çox təəssüf edirəm ki, yəni sözü bir dəfə deyirik də müəllimə, diqqətli olaq. Deməli, zövq alırlar. Pozitiv münasibəti necə yaratmaq olar və o münasibəti biz yaratmışıqsa, onu necə qoruyub saxlaya bilərik? Bu haqda danışacağıq müəllimlər. Müəllim-şagird arasında pozitiv münasibət qarşılıqlı inam, hörmət, qarşılıqlı dəyərə əsaslanan bir münasibətdir. Pozitiv münasibəti yaratmağın birinci mərhələsi nədir müəllimlər? Təbii ki, şagirdləri olduğu kimi qəbul etməkdir. Şagirdləri sevməkdir. Ona görə də şagirdlərin necə davranmasından asılı olmayaraq, peşəkar müəllim, səriştəli müəllim onlara qarşı olan xoş münasibəti həmişə saxlayır və onları səmimi şəkildə sevir. Pozitiv münasibət məktəbin akademik missiyasını uğurla yetirməsinə yardım edir. Bəzən müəllimlər olur ki,
şagirdlə prinsip yaradır. O mənə bu sözü dedi, onun davranışı bu cür oldu. Yəni şagirdlə prinsip yaradır. Amma biz şagirdləri idarə etməyi bacarmalıyıq və onları olduğu kimi qəbul etsək, təbii ki, biz onlarla pozitiv münasibət yarada biləcəyik. Ümumiyyətlə psixologiyada belə bir deyim var ki, müəllimlər, əgər qarşındakı insanı olduğu kimi qəbul etsən, özünlə müharibən bitər. Yəni qarşındakı insanı, uşağı, digərlərini olduğu kimi qəbul etməyimiz daha doğrudur, nəinki onları dəyişmək istəyimiz. Pozitiv münasibətlərin tələbləri nədir, müəllimlər? Təbii ki, pozitiv münasibətlər müəllimdən sərhədləri müəyyənləşdirməyi tələb edir. Yəni şagirdlər müəllimdən hansı davranışın gözlənildiyini düzgün ifadə etməyi, həm özünün, həm şagirdlərin məktəbdəki rollarını aydın şəkildə tərtib etməyi tələb edir. Yəni müəllim elə bir sərhədlər qoymalıdır ki, şagird o sərhədləri təbii ki, aşmalı deyil. Müəllim şagird arasında olan pozitiv münasibət, mehriban münasibət öyrənmə prosesinə xələl gətirməli deyil. Və ilk günlərindən müəllim bu münasibətləri yaratmaq üçün normativləri, qaydanı, gözləntini müəyyənləşdirib şagirdlərin diqqətinə çatdırmalıdır. Biz bu qaydalar haqqında, gözləntilər haqqında növbəti dərslərimizdə daha ətraflı keçəcəyik. Ümumiyyətlə şagirdlər bilməlidir ki, hansı davranışa icazə var və hansı davranış sərhədləri aşır. Onlara izah etmək lazımdır ki, müəllimlərin onlarla olan bu mehriban, yoldaşcasına münasibəti müəllimin onların dostu olması deyil. İllər öncə müəllimlər MİQ sualına belə bir sual düşmüşdü ki, müəllim şagirdin dostudur və yaxud da şagird müəllimin dostudur. Xeyr. Bizim şagirdlərlə olan o isti münasibətimiz, mehriban münasibətimiz, yoldaşcasına münasibətimiz o demək deyil ki, şagird bizim dostumuzdur. Yəni bu mümkün deyil ki, müəllimlə şagird arasında dost münasibəti olsun. Müəllimlər öz rollarını və şagirdlərin rollarını onlarla müzakirə etməlidirlər. Çünki bu cür söhbətlər şagirdlərə məsuliyyətini dərk etməyə kömək edir. İbtidai sinif şagirdləri ilə aparılan söhbətlər onların erkən yaşlarından tədris prosesinin aktiv bir üzvü olduqlarını, nəticələrin özlərinin seçim və davranışdan asılı olduğunu dərk etmələri baxımından xüsusi əhəmiyyət kəsb edir. Elə müəllim var ki, elə ibtidai sinif müəllimi var ki, həqiqətən də təməli çox yaxşı, keyfiyyətli şəkildə qoya bilir və yuxarı sinifdə də həmin şagirdlər, həmin siniflə işləmək yuxarı sinif müəllimləri üçün asan olur. Bunun üçün də təbii ki, müəllimin üzərinə böyük zəhmət düşür və bu şagirdlərdə bu cür davranışları daima öz dərslərində, dərsdən kənar məşğələlərdə, dərnəklərdə, fənləri tədris edərkən bu cür bacarıqları da şagirdlərdə biz aşılamalıyıq. İnformasiyanın çatdırılma formasının rolu. İnformasiyanın şagirdlərə çatdırılma forması onların bu informasiyanı qavramasında böyük rol oynayır. Yəni uşaqlar, yəni müəllimlər, əgər şagird bizdən neqativ enerji alsa, biz nə qədər ətraflı informasiya olsa, biz şagirdlərə versək də onun faydası olmayacaq. Yəni əgər şagird bizdən neqativ enerji alırsa, yəni təqdim etdiyimiz o informasiyaların, o məlumatların, o dərsin şagird üçün heç bir vacib, əhəmiyyətli bir rolu olmayacaq. Yəni şagird səy göstərməyəcək ki, müəllimin keçdiyi dərsi öyrənsin, heç yadda da saxlamayacaq. Onlara dəyər verdiyimizi biz göstərməliyik. Onlarla daha pozitiv münasibət qurmalıyıq ki, pozitiv enerji şagirdlərə verməliyik ki, bizim keçdiyimiz dərsi də onlar mənimsəyə bilsinlər. Müsbət rəy və tərifin əhəmiyyəti. Ümumiyyətlə müşahidələr göstərir ki, bəzi müəllimlər bir çox hallarda müsbət rəy bildirməkdə xəsislik edirlər. Yəni fikirləşirlər ki, əgər şagirdlərə müsbət rəy bildirsək, tərif etsək, sonda onlar əvvəlki kimi yaxşı nəticə göstərməyəcək. Həqiqətən də təcrübə göstərir ki, şagird müsbət rəy və tərifdən sonra əvvəlki kimi dərsləri, belə deyək, performansı göstərmir. Əslində isə bunun səbəbi bilirsiniz nədir müəllimlər? Çünki şagirdə deyilən təriflər yox,
onun bu tərifləri eşitməyi özü üçün ən böyük hədəf seçməsidir. Amma biz şagirdləri təbii ki, necə tərifləməliyik? Onların hazırki fəaliyyətinə uyğun olaraq biz onları tərifləməliyik. Müəllim-şagird arasında olan pozitiv münasibətin ümumiyyətlə dəqiq bir resepti olmasa da, bu cür əlaqəni qurmaq üçün bəzi təkliflərdən istifadə etmək olar. Bu hansı təkliflərdir? Gəlin onunla ətraflı tanış olaq. Az öncə vurğuladıq ki, müəllimlə şagird arasında əgər neqativ enerji varsa, neqativ münasibət varsa, təbii ki, müəllim nə qədər yaxşı dərs keçsə də, şagird onu qavramayacaq, yadında saxlamayacaq, eşitmək istəməyəcək. Amma pozitiv münasibət qursaq əgər, onda şagird bizim dediyimiz məlumatları öyrənməyə səy göstərəcək. Bu pozitiv münasibət üçün bir neçə nümunə var kitabda. Mən də onlardan qeyd etmişəm. Məsəl üçün, tədris ili başlamazdan əvvəl şagirdlərə bunu ibtidai sinif müəllimləri daha çox eləyir. Məsələn, xoş gəlmisiniz bir məktubu, bir WhatsApp-la bunu göndərmək olar. Bu strategiya xüsusi olaraq ibtidai sinif şagirdləri üçün daha effektiv nəticə göstərir. Məsələn, 4-cü sinifi bitirib növbəti tədris ilində 5-ci sinifə gələn şagirdlərin sinif rəhbəri, onlar həmin şagirdlər 4-cü sinifdə oxuyarkən, yəni 4-cü sinifə keçməmişdən əvvəl gedib onlarla aşağı siniflərdə tanış olmaq. Belə olduqda onlar sinifə sizin haqqınızda artıq xoş təəssüratlarla gələcəklər və onlara daha rahat olacaq. Tədbirlər, yəni şagirdlərlə bir oyun təşkil etmək, tədbir təşkil etmək, ekskursiya təşkil etmək, yaşadığınız ərazidə əgər muzeylər varsa, məsələn, Bakı şəhərində daha çox muzeylər var, şagirdləri muzeylərə apararaq, bu zaman onlarla olan o münasibətiniz daha da istilənəcək və şagirdlər sizə daha da bağlı olacaq və öyrətdiyimiz dərsləri də təbii ki, yaxşı mənimsəyəcəklər. Dərsin əvvəlində təbii ki, şagirdlərin ad günlərini biz qeyd edə bilərik. Məsələn, sinif rəhbərləri bunu edir. Tort gətirmək, yəni belə təmtəraqlı şəkildə qeyd etmək yox, amma söz ilə təbii ki, şagirdi sinifdə birlikdə təbrik etmək olar. Yarışda uğurları varsa, uğurlarını qeyd etmək olar, amma müqayisə etmək olmaz. Bunu növbəti dərslərdə biz daha ətraflı keçəcəyik. Ümumiyyətlə, şagirdi tərifləyərkən müəllimlər, biz onu digər şagirdlərlə müqayisə etməli deyilik. Çünki müqayisə etsək, digər şagirdlərdə təbii ki, bir qısqanclıq hissi yaranacaq, bu onlarda xoş təəssürat yaratmayacaq. Gündəlik ünsiyyət, məsələn, şagirdləri hər gün sinif otağının qapısında qarşılamaq, salamlamaq, bu da onlara xoş münasibət, xoş gəlir. Məktəbdən kənar şagirdlərə dəstək ola bilərik. Məsələn, ola bilsin ki, hər hansı bir şagirdlə soyuq münasibətimiz var, amma şagirdin hər hansı bir yarışında, bir təlimində, bir tədbirində gedib iştirak etsək, o zaman o soyuq münasibətlər təbii ki, yumşalacaq. Sonra şagirdlərdə effektiv ünsiyyətin qurulması. Müəllimin fiziki davranışları ilə şagirdlərdə maraq yaratmaq. Bu nədir müəllimlər? Yəni bəzi məqamlarda gedib şagirdlərin bir çiyninə toxunmaq, onu qucaqlamaq, şagirdlərlə danışmaq, göz kontaktı qurmaq, hətta yumordan istifadə etmək. Biz bu linkdə bunu daha ətraflı keçəcəyik müəllimlər. Yumor edə bilər. Təbii ki, müəllim məsələn dərsin müəyyən mərhələlərində, müəyyən bir hissəsində yumordan istifadə edə bilər. Amma elə yumordan biz elə səviyyədə istifadə etməliyik ki, qarşı tərəfə biz bullying etməyək. Buna tədris bullyinqi deyilir. Yəni bilməyərəkdən, düşünülməyərək biz şagirdə bullying etmiş olarıq. Yəni səhv əgər biz yumordan istifadə etsək. Məşhur və tarixi deyimlərdən yeri düşdükcə bir sözlərdən istifadə edə bilərik. Dərsin əvvəlində sinif otağında hazır saxlanılan bir lətifələr kitabı ola bilər ki, oradan bir lətifə oxumaq olar ki, uşaqların beyinləri biraz dincəlsin. Şagirdlər güldükdə onlara qoşulmaq, sinifdə söz oyunları etməklə təbii ki, bu effektiv münasibəti qura bilərik. Bu cümləni dediyim bir məqam
yadıma düşdü. Mən orta məktəbdə oxuyanda bir riyaziyyat müəllimim var idi. 80 nömrəli Bakıda 80 nömrəli məktəbi bitirmişəm. Orada bir riyaziyyat müəllimim var idi. Həm də məktəbin direktor müavini işləyirdi. Əlislam müəllim. Çox ciddi müəllim idi. Yəni biz koridorun, dəhlizin o başından onu görəndə çıxmırdıq pilləkənlərə. Yolumuzu dəyişib bir də o bir tərəfdən gedirdik. Yəni elə qorxurduq. Amma dərs vaxtı inanın müəllimlə bir 10 dəqiqə, 15 dəqiqə dərsi izah eləyib, yəni müəyyən bir artıq o yorğun olurduq. 20-25 dəqiqə keçəndən sonra o qədər pozitiv bir münasibət yaradırdı. O qədər yumordan istifadə edirdi ki, bizim bütün yorğunluğumuz çıxırdı. Və biz 20-25 dəqiqədən sonra elə bilirdik ki, dərs yeni başlayıb və beynimiz təzələnirdi. Yenidən biz öyrənmək istəyirdik. Yəni bu cür münasibət həqiqətən də biz etməliyik müəllimlər. Çünki avtoritar üslubda dərsi, sinfi idarə etmək bu uşaqlarda bezici olur. Yəni yorucu olur. Bizim özümüzə də xoş olmaz ki, elə 1:45 dəqiqəni necə deyim, gülməyək, danışmayaq, elə ancaq dərs. Bu yorucu olur müəllimlər. Bütün bu digər faktorları biz şagirdlərin əgər etsək, şagirdlərin təbii ki, gözündə sevilən, inanılan, hörmət edilən bir insana çevriləcək. Təbii ki, hər bir müəllim yuxarıda qeyd olunan ümumi məsələlərlə yanaşı, müəllimin özünün də bir xüsusi metodları ola bilər ki, özünü şagirdlərə sevdirsin. Baxın müəllimlər, bunu təcrübədə də təbii ki, görmüsünüz. Elə şagirdlər, elə sinif var ki, tutalım bir müəllimin istəmirlər. Deyirlər, ay bu müəllimin dərsi gəldi, girmək istəmirik onun dərsinə. Elə dərsdən yayınmaq istəyirlər. Amma elə müəllim olur ki, şagirdlər onun dərsini çox böyük həvəslə gözləyir. İstəyirlər ki, o müəllim ancaq onlara dərs keçsin, yorulmurlar. Görün bu müəllim nə qədər peşəkar, nə qədər professionaldır ki, o sinfi ələ ala bilib. Sonra pedaqoji ünsiyyət üslubları, müəllimlər, biz bilirik ki, sinfi həm demokratik üslubda, həm də avtoritar üslubda idarə edərik, amma hansı daha doğrudur? Təbii ki, demokratik üslub daha doğrudur. Ümumiyyətlə, son illərdə tədrisin təşkilində bəzi pedaqoji stereotiplər dağıdılıb, yəni pedaqogikada şəxsiyyət yönümlü yanaşmaya keçid etmişik. Bu cür yanaşma müəllimdən həm humanizm prinsiplərinə əsaslanan pedaqoji ünsiyyətin qurulmasını tələb edir. Tədrisin bu cür təşkili müəllimin qarşısına qoyulmuş kifayət qədər çətin bir pedaqoji tapşırıqdır və çox vaxt psixoloji bilik, bacarıq və sair işlərinin olmaması nəticəsində müəllimlər şagirdlərlə ünsiyyət etməkdə deməli çətinlik çəkirlər. Nədir demokratik üslub? Bunu hamımız bilirik ki, yəni orada humanizm yanaşma var, həssaslıq var, qarşılıqlı əməkdaşlıq, qarşılıqlı tərəfdaşlıq var, bərabər hüquqların yaradılması var, empatiya hissi var. Çox vacib bir hissdir bu empatiya hissi, qarşı tərəfin özünü qarşı tərəfin yerinə qoymaq, onu hiss etmək, onun pəncərəsindən baxmaq. Yəni bu empatiya hissi möhtəşəmdir. Əgər biz özümüzdə bu empatiya hissini formalaşdırsaq, problemlərin çoxunu demək olar ki, həll edə bilərik. Bir təlimə qatılmışam. Orada insanın üz cizgilərinin necə formada olmasından asılı olaraq onun duyğuları, onun empatiya hissi haqqında deməli məlumat var. Hətta insanın qaşları belə, qaşlarının quruluşu belə onun da empatiya hissinin olub-olmaması haqqında məlumatı ifadə edir. Yəni belə təlimlər var, sizin də qarşınıza çıxsa, bir müəllimsiz, yəni insanın cizgilərinə baxaraq onun duyğularını oxumağa bilməyimiz vacibdir. Həqiqətən çox maraqlı bir təlimdir. Mən qatılmışam. Demək olar ki, zövq alıram. Şagird ünsiyyətdə bərabər hüquqlu tərəfdaş kimi görünür bu demokratik üslubda. Müəllim şagirdləri qərar qəbul etməyə çağırır. Onların fikrini təkcə akademik göstəricilərin deyil, həmçinin fərdi xüsusiyyətlərini də nəzərə alır. Yəni mühakimələrində onlar müstəqildirlər. Bu cür üslubun əsas metodları fəaliyyətə çağırır. Yəni burada məsləhət var, burada xahiş var. Demokratik üslubda ünsiyyət quran müəllimin şagirdlərində özünü təsdiq etmə yuxarı səviyyədə olur. Yəni müəllim şərait yaradır ki, şagirdlər öz fikirlərini desinlər. Şagirdlər burada səhv edə bilər müəllimlər. Təbii ki, səhv etmək təcrübə qazanmaq deməkdir. Mən hər zaman deyirəm ki, mən bütün uğurlarımı səhvlərimə borcluyam. Çünki bir səhvim mənə uğur qazandırır, təcrübə toplayıram. Növbəti dəfə mən səhvdən yox, növbəti dəfə təbii ki, mən təcrübədən başlamış oluram. Avtoritar üslub necədir? Avtoritar üslub isə
bir tərəfli qərarın qəbul edilməsidir. Yəni burada sərt şəkildə qaydaların icrasına nəzarət var. Şagirdlərin fikri nəzərə alınmır. Şagirdlərin deməli söz azadlığı olmur və qərarlar şagirdlərin qarşısında əsaslandırılmır. Şagird bərabər hüquqlu partnyor kimi deyil, pedaqoji fəaliyyətin obyekti olaraq götürülür. Ümumiyyətlə biz bilirik ki, müasir kurikulumda müəllim-şagird münasibəti subyekt-obyekt yox. Yəni müəllim danışır, elə şagird dinləyir. Yox, subyekt-subyekt. Yəni şagird də obyekt kimi yox, subyekt kimi öz fikirlərini sərbəst şəkildə bildirə bilər. Burada bu cür ünsiyyətin əsas metodları, yəni avtoritar üslubda təbii ki, əmrdir və nəsihətdir. Demokratik üslubda əsas nə var idi? Müəllimlər xahiş var idi, məsləhət var idi, amma avtoritar üslubda isə orada artıq əmrdir, yəni birbaşa əmr tələb olunur. Sonra müəllimlə şagird arasında effektiv münasibət yaratmaq üçün müəllim birinci özü rol model olmalıdır, yəni nümunə olmalıdır. Biz pedaqoji fəaliyyətdə demokratik ünsiyyət üslubundan istifadə etmək təbii ki, məqsədə uyğundur. Müəllim-şagird dialoqunda vacib olan xüsusiyyətlər hətta yanlış olsa belə şagirdin fikrinə hörmətlə yanaşmaq, müəyyən tənqidi yanaşmaq, şagirdə qarşı pedaqoji optimizm və inam göstərmək, şagirdin səhv etmə haqqını qəbul etmək deməli hesab olunur. Deməli biz nəzakətli dildən, yəni bütün bunlarla bərabər nəzakətli dildən istifadə etməliyik ki, biz şagirdlərdən də bunu tələb edə bilək. Əgər istəyirik bir-biri ilə nəzakətli olsunlar, mehriban olsunlar, birinci biz özümüz müəllim olaraq bu dildən istifadə etməliyik. Həm şagirdlərlə, həm də müəllim yoldaşlarımızla. Bəzən elə olur ki, bir müəllim digər müəllimin dərsində, dərs vaxtı sinif otağına daxil olur, hətta münaqişə də baş verə bilər. Ümumiyyətlə, nə olursa olsun, müəllimin dərsini pozmaq olmaz. Müsahibə suallarından biri də bu idi ki, deməli, müəllim dərsi keçir və direktor müəllimi dərs prosesindən ayırıb çağırmaq istəyir otağına. Siz nə edərsiniz? Bu zaman direktorun yanına mı gedərsiniz, yoxsa hansı deməli nə edərsiniz? Təbii ki, olmaz. Dərs prosesində uşaqları qoyub başqa direktor otağına getmək olmaz. Birinci, əgər bunu direktor edirsə, özü qeyri-peşəkardır. Müəllimi dərs prosesindən ayırmaq olmaz. Hətta özəl məktəblərdə deməli müəllimlər, orada müəllimin assistantı olur. Müəllim heç KSQ, BSQ yoxlamır. Müəllim heç şagirdlərin gündəliklərinə baxmır, ev tapşırıqlarına baxmır. Müəllimin işi ancaq dərs keçməkdir. Yəni biz əgər müəllimdən keyfiyyətli təhsil tələb ediriksə, müəllimin işi ancaq dərs keçmək olmalıdır. Dünya məktəbində təcrübəsini sizə diqqətinizə çatdırmaq istəyirəm ki, orada müəllimin assistantı var. Yəni müəllimin assistantı, müəllimin köməkçisi bütün bu prosesləri özü eləyir. Şagirdlərin deməli dəftərlərinə baxır, tapşırıqlarına baxır, ev tapşırıqlarını özü qeyd edir. Yəni hətta dərsi keçən müəllim, dərsi izah edən müəllim ev tapşırığına belə vaxt ayırmır. Yəni ev tapşırığını növbəti dərsə hansı tapşırıq olacaq, onu belə vurğulamır. Çünki dərsə ayrılan o müddət yalnız həmin təlim nəticələrinin reallaşmasına deməli sərf olunmalıdır. Sonra deməli müəllimin rol modelindən danışdıq. Müəllim özü nümunə olmalıdır. Ümumiyyətlə biz bunu hiss etməsək də, ümumiyyətlə şagirdlər bunu çox yaxşı hiss edir. Hətta bizi təqlid edirlər. Evdə gedib bizim danışdığımız cümlələri, sözləri, bizim səs tonunu ilə hətta təkrarlayırlar. Yəni onlar bizi çox yaxşı izləyir. Gün ərzində etdiyimizi, dediklərimizə fikir verirlər. Nəinki şagirdlər, evdə uşaqlar da elədir. Baxın, deyirik ki, uşaq evin güzgüsüdür. Həqiqətən də belədir. Uşaq evdə öyrənir, tərbiyənin əsası, kökü evdə qoyulur, məktəbdə isə deməli davam etdirilir. Yəni biz fikirləşərək ki, uşaqdır, bilmir, nə bilir, amma bir müddətdən sonra baxıb görəcəyik ki, bizim eynən hərəkətlərimiz uşağa yansıyıb. Yəni uşaq da, şagird də təbii ki, bizim etdiyimiz hər bir hərəkəti izləyir və bizi təbii ki, təqlid edir.
Deməli, hər bir müəllim sinifdə ədəbi dildən istifadə etməyə çalışmalıdır. Hörmətlə yanaşmaqla bərabər ədəbi dildən istifadə etməyə həm də şagirdləri həvəsləndirməlidir. Müəllim şagirdlərin bir-biri ilə hörmətlə danışmağını istəyir. Ona görə də özü də onlarla belə bir ünsiyyət qurmalıdır. Müəllim şagirdlərin bir-biri ilə ünsiyyətdə əmrlə deyil, xahiş cümlələrindən istifadə etməlidir. Məsələn, təşəkkür edirəm, xahiş edirəm, zəhmət olmasa kimi sözlərdən istifadə edilməlidir ki, şagirdlər müəyyən vaxtdan sonra bu sözlər ilə öz sinif yoldaşları ilə ünsiyyətlərinə daxil etsinlər. Deməli, dərs otağında istifadə etdiyimiz cümlələrdən də əlavə səs tonumuz da əhəmiyyətlidir. Yaxşı müəllim şagirdin üstünə qışqırmır, ona yüksək səslə əmrlər vermir. Gün boyu baş verənlərə reaksiya olaraq müxtəlif səs tonlarımız ola bilər. Lakin həmişə bizim səs tonumuz daim sakit, idarə olunan bir səs tonumuz olmalıdır. Mənim orta məktəbi oxuduğum 80 nömrəli məktəbin direktoru Rayisə müəllimə rəhmətə gedib. Allah ona rəhmət eləsin. Həqiqətən də sözün əsl mənasında lider idi. Bir lider xanım idi. Mən 11 il o məktəbdə oxumuşam. Hələ o direktorun bir dəfə qışqırdığını, bir dəfə qara qaşqabaq olduğunu görməmişəm. Amma məktəbi o qədər yüksək səviyyədə idarə edirdi. Məktəbin o qədər yüksək nəticələri var idi. Hamısı bax bu səs tonu ilə, danışığı ilə, hərəkəti ilə, duruşu ilə belə o məktəbi deməli idarə edirdi. Eləcə də biz müəllimlər həm istifadə etdiyimiz cümlələrlə, həm də səs tonumuzla sinifi idarə edirik. Nə qədər çox qışqırsaq, bilin ki, uşaqlar da elə o qədər intizamsız olacaqlar. Yəni qışqırmaq həll yolu deyil. Müəllim şagirdlə söhbətində istifadə etdiyin sözlərin təbii ki, şagirdin inkişafında çox böyük əhəmiyyəti var. Belə müəllimlər, biz bu gün sizinlə müəllim-şagird münasibətlərindən danışdıq, hansı ki, bu münasibətlər sinifdə sağlam psixoloji, sosial münasibətin yaradılmasına dəstək olur. Bu bizim mövzularımızdan biridir. Biz yanvarın 5-nə qədər müəllimlər, yanvarın 5-nə qədər qrup yığılır və birinci mövzudan başlayacağıq. Və bu cür mövzularımızın yeni PDF-ləri var. Yeni PDF-ləri belə olacaq. Buyurun. İndi kimin sualı varsa ünvanlaya bilərsiniz. Başın axşamınız xeyir, Samir mənə bir şey demək istəyirəm. Salam müəllimə, buyurun. Biz Günay Məmməddən xət edeyim. Buyurun Günay müəllimə. Material olaraq ancaq PDF-dən mi öyrənməliyik, yoxsa əlavə vəsait kitab olacaq? Time 2024 alın. Time 2024 alın. Çox sağ olun müəllimlər. Mən də sizə bir ürəkdən göndərim. Çox sağ olun, stimul verirsiniz. Var olun, minnətdaram. Time 2024 də, yəni daha ətraflı oxumaq üçün Time 2024-ü alın. Onun PDF-ini də göndərərəm. Amma mənim də özümün belə hazır PDF-lərim var, hansı vacib hissələri qeyd edirəm. Konkret çərçivə sənədidir də, yəni konkret siz çərçivə sənədidir. Platformanıza baxdım ki, direktorlar, müəllimlərin işə girməsi falan, bunlar da hazırlıq edirsiniz. Yəni onlarla sertifikasiya eyni düşəcəkdə, düzdürmü? Direktor müavin və təşkilatçıların işə qəbuluna daha test mərhələsi yoxdur. Birbaşa onlar müsahibəyə gedirlər. Məsələn, siz nəyə hazırlaşırsınız müəllimə? Sertifikasiya. Sertifikasiyada test var da, sizdə 10 dənə sual testdən olur, miqdə 20 dənə sual olur. Direktor müavin və təşkilatçıların işə qəbulunda isə birbaşa müsahibə olur. Yəni kurikulumdan çox suallar verilir. Məsəl üçün 2 həftə bundan qabaq Dağlıq Şirvanda, Milmuğamda müsahibə oldu. Kurikulumdan nə qədər suallar verildi. Elə bu effektiv müəllim-şagird münasibəti. Bəs bilirsiniz, dedilər ki, kitab dəyişəcək falan. Yəni konkret olaraq İstəyirsiniz almayın müəlliməm. İlin sonudur da. İstəyirsiniz almayın. Mən zaten PDF-ini göndərirəm. Yəni vacib hissəni deyirəm. PDF-i göndərirəm, oradan oxuyarsınız. Yəni o artıq sizin öz seçiminizdir. İstəyirsiniz alın, onu mən sizə məsul eləyə bilmərəm. Time 2024-ü ala da bilərsiniz. Mən onun PDF-ini də qrupa göndərəcəm, amma öz PDF-lərim ayrıdır. Yəni öz PDF-im ayrıdır. Bunları hər dəfə Yəni sizin PDF-lərinizi
Sizin PDF-lərinizi öyrənsə bizə kifayət edir də. Müəllimə sizə bir şey deyim. Baxın, uşaqlar əlavəyə gedir, düzdür şagirdlər. Elə şagird var, 600-700 bal toplayır. Elə şagird var, 200 bal heç toplaya bilmir. Eyni müəllimdir də, eyni müəllimdir, eyni dərsi keçir. Fərqli bir şey eləmir ki. Kim daha çox əziyyət çəkəcək, kim daha çox əlavə oxuyacaq. Bir də Artenin maraqlı videoları var. Onları da göndərəcəm. Azərbaycan Respublikası Təhsil İnstitutunda. Orada kurikulumla bağlı da Aydındır. Yəni sözüm o deyil. Odur ki, sizin verdikləriniz, yolladıqlarınız testlər, yəni bizi əhatə edəcəksə də başqa yerə iki tərəfə baxan çaşqalar. Bunu demək istəyirəm. İki dəfə hara baxırsınız ki, Ona görə deyirəm, iki tərəfə baxan çaşqalara tayımı alım, sizi oxuyum, ona görə deyirəm. Yəni konkret olaraq sizi oxusam bəsədir də. Yeni bir şey deyim də, baxın müəllimə, mənim PDF-lərim düzdür, daha qısa formasıdır, daha konkret formasıdır. Amma kitabda daha geniş yazılıb. Yəni mən tövsiyə edərdim ki, bir kitaba da göz gəzdirin. Ora daha genişdir də orada. Amma mən daha konspektləşdirilmiş formasında mən sizə izah edirəm vacib hissələri. Aydındır. Aydın, təşəkkür edirəm. Sağ olun, siz də sağ olun. Axşamınız xeyirli olsun. Necəsiz müəllimə, Ruhiyyə müəllimə deyim. Mən sizin təşkilatçılar hazırlaşmışdım. Yəqin yadınızdadır. Hə, Naxçıvandan müəllimim, Ruhiyyə müəllimə. Necəsiz? Bəli, necəsiz müəllimə, yaxşısınız? Yaxşıyam. Çox sağ olun, təşəkkür edirəm. Elisi mən dərslərinizə baxıram, çünki sizin dərslərinizə baxıb tətbiq eləmədən olmur. Çox sağ olun. Çox sağ olun müəllim. İşləriniz necə gedir? Çətin deyilmi avinli? Xeyr, yaxşıdır, çox əladır. Uşaqlara da daha yaxın olur. Bəli. Elə bu verdiyiniz tövsiyələrinizin irəli getdi. Sağ olun, sizə təşəkkür edirəm. Sağ olun. Bir müddət işləyin, direktorluğa gedərik. İnşallah Allah qismət etsin. Müəllimə, o kitab, yeni kitab ilin sonuna çıxacaq. Yəqin ki, az dəyişiklik olacaq da. Biz elə 2004 alarıq, orada nə dəyişiklik olarsa deyərsiniz də inşallah. Mən bu vaxtda sizə hələ deyə bilmərəm. Də ki, yeni çıxacaq, 1 aya çıxacaq, 5 aya çıxacaq. Bu vaxtda konkret deyə bilmərəm, amma mən apreldə çıxdı. Keçən son dəfə apreldə 2024-də apreldə çıxmışdı. Bəli, o vaxtda deyə bilmərəm. İstəyirsiniz almayın. Onsuz da zaten kurikulumdan anlayışınız var da. Mövzunu da izah eləyirəm. PDF-ini də göndərirəm. Bir müddət istəyirsiniz almayın. İndi baxarıq da görək bir hekayə nə çıxacaq, sonra baxarıq vəziyyətə. Müəllimə bağışlayın. da olur, necə? Necə? Bağışlayın müəllim, axşamınız xeyir. Sınaqlar da göndərirsiniz, sınaqlar. Sınaqları bir şey deyim, bax sınaqları Ruhiyyə müəllimə eşidirsiniz. Mənim bu saytım var ha. Saytıma abunə olaraq istifadə eləsəniz. Bəli, burada avtomatik rejimdə testlərin cavabları çıxacaq, balınız çıxacaq. Bax burada saytdan daha yaxşı faydalana bilərsiniz. Bura ödənişlidir, müəllimə. Hə, ödənişlidir. 1 aylıq, 2 aylıq, 3 aylıq, bir də 6 aylıq. 1 ay, 2 aylıq məsələn neçə? Ümumiyyətlə neçədir qiymətlər, bilmirik ki. Onu şəxsimə yazarsınız, məlumat verərəm, yaxşı? Hamıya uyğun qiymətdir, narahat olmayın. Yaxşı. Buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyirli olsun. Necəsiz? Sağ olun, var olun. Mən sizin də bildim 3 aylıq kurikulum kursunda olmuşam. Aha. Dərslər çox yaxşıdır. Amma bu saat neçədə olacaq dərslər? Elə bir ki biz Mənim dərslərim hər zaman 20:30-da olur. Nə onun dəyişmək olmaz ayrı günlərdə. Bilirsən həmin vaxtı bizim o biri dərslərdə hazırlıqlarımız var. Az öncə mən dedim ki, sizin hərənizdə bir vaxt uyğun olacaq da mən onu dəyişə bilmirəm. Ancaq siz dərsə canlı baxa bilməsəniz, baxın mən dərsin video yazısını götürürəm. Onu qayda qrupu, sizin hər birinizi qayda qrupuna da əlavə edəcəm. O qayda qrupundan izləyə biləcəksiniz. Sizdə bu vaxt uyğun gəlir, digər müəllimdə başqa vaxt uyğun gəlir. Mən onu hər dəfə axı dəyişə bilmirəm. Hər müəllimə uyğunlaşdırmağım mümkün deyil ki, yoxsa uyğunlaşdıraram. Bir müəllim deyil, 5 müəllim deyil. Görəcəksiniz qrupda nə qədər müəllim olacaq. Dərslər həftənin hansı günlərdir? 3-cü, 5-ci günü saat 20:30-da. 3-cü, 5-ci günlər olacaq. Hə, onda uyğundur. 3-cü, 5-ci günü saat 20:30-da olacaq. Belə. Müəllimə, Axşamınız xeyirli olsun. Müəllimə, bir dənə sual verim. Siz indi dərsləri buradan izah edəcəksiniz, amma testlə bağlı biz mütləq sizin saytınıza girməliyik. Başqa hardansa test işləməyəcəyik. Testi siz bir daha Time 2024 test bankı var. Oradan da işləyə bilərsiniz. Time 2024-də.
Mən əlavə testlər də göndərəcəm qrupa, amma mənim o göndərdiyim o testlər saat rejimində olmur da. Saat rejimində burada saytda quraşdırılıbdır. Onu mən belə göndərə bilmirəm. Yoxsa göndərərəm. O ancaq saytda quraşdırılıb. Orada proqramistlər işləyibdi burada. Bunu üstündən basacaqsınız, sizi abunə paketlərinə aparacaq. Burada qeydiyyatdan keçəcəksiniz. Qeydiyyatdan keçib daxil olacaqsınız. Bunu proqramistlər işləyib, müəllimə. Yoxsa mən o testi göndərərəm saat rejimi ilə. Amma belə Word formatında göndərərəm formatında. Orada da işləyə bilərsiniz. O necə daxil olursan müəllim? Samri Əliyevə yazıb kurikulum. Hə, qrupa göndərərəm. Yazarsınız şəxsimi müəllimə, sizə göndərəcəm. Qrupları da göndərəcəm. Tanış olarsınız. Çəkənəyə Tayhan Arifov bura. Belə müəllimə, əgər başqa sualınız yoxdursa, sizinlə sağollaşım. Nə sualınız olsa şəxsimə yazarsınız. Çox sağ olun. Müəllimə, axşamınız bir də bağışlayın bunu deyək sizə. Yəqin hamı üçün bu belədir. Yəqin hamı üçün maraqlı sual olar. Bir zəhmət olmasa bir mənə bunu cavablandırın. Buyurun. Deməli biz sizin sayta da daxil olanda 20 manat ödəniş ödəyirik. Bəli, Sonra siz bizi dərs qrupuna və qayda qrupuna həmin onun içində əlavə edirsiniz. Yəni O zaman biz sayta abunə olanları sizin qrupa yazılmaq üçün nə edək? Hardan yazılaq? Necə eləyək? Məsələn, mən istəyirəm Zeynalova Günay. şəxsimə yazın. Ümumiyyətlə Yaxşı. sayta abunə olanları kurikulum qrupuna ödənişsiz daxil edirəm. Onu elan vermişəm, amma dəstək Faydalardır, testdir, bütün nə varsa ondan faydalana bilərik də, belə başa düşdük. hamısından orada faydalanacaqsınız. Bəli. Sayta abunə olanları Oldu, sağ kurikulum ol. qrupuna ödənişsiz daxil edəcəm. Belə. Aydındır, Sağ aydındır. olun, var olun. Anladım, təşəkkür edirəm. Aydın, yazaram indi sizin şəxsinizə, mənə qeyd eləyərsiniz. Baş üstə, baş üstə. Müəllimə, üzr istəyirəm. Ödəniş haqqı 20-dir yoxsa necədir? Başa düşmədim. Onu müəllimlər dərsdən sonra danışaq, olarmı? Olar, olar. İndi görüm neçədir. Mən burada dərsi saxlayım.